Salam dəyərli müəllimlər, bugün sertifikasiya imtahanına hazırlaşan ibtidai sinif müəllimlərinə dəstək məqsədi ilə bir neçə testin izahına baxacaqsınız. İzaha keçməmişdən əvvəl qeyd edeyim ki, əgər bu tipli videoları kanalımızda görmək istəyirsinizsə, kanalımıza abunə olmağı yaddan çıxarmayın. Və eyni zamanda videonu bəyənərək, rəy yazaraq və videonu paylaşaraq da bizə dəstək ola bilərsiniz. İndi isə başlayaq testlərimizin izahına. Hansı sözün tərkibində iki leksik şəkilçisi yoxdur? Gəlin baxaq. Bərk sözündən bərkimək sözü, yəni bərkimək feili və bərkitmək feili yarandı. Demək ki, iki leksik şəkilçisi var. A variantı bizim doğru cavab deyil. Ləng sözündən ləngimək sözü, ləngimək sözündən ləngitmək sözü, məkdə qrammatik şəkilçisi. İki leksik şəkilçisi vardı. Demək ki, bu variantda bizim doğru cavab deyil. Turşutmaq sözü. Bu sözlə bu söz sizi çaşdıra bilər. Turşutmaq bir də qorxutmaq sözü. Biz qeyd etmişdik ki, qorxutmaq. Gəlin yazaq, baxaq. Qorxutmaq sözün kökü qorxdu və qorxu ismi götürüb, düzdürmü? Bu sözü mən sizə demişdim. Yəni bu şəkilçini ut formasında birlikdə leksik götürmək lazımdır. Nəyə görə? Çünki dilimizdə qorxu ismi var, amma t şəkilçisi, it şəkilçisi feili artırılır. Qorxu isimdirsə, t şəkilçisi necə ismi artırılsın? Demək ki, artırıla bilmir. Yəni bu şəkilçi u formasında yox, t ayrıca yox, ut formasında götürülməlidir. Maqda qrammatik şəkilçisi. Yəni bunun səbəbini sizə dedim. İndi ona bərabər başqa bir söz var. Turşutmaq. Bərabər dedikdə, yəni bu söz sizi çaşdıra bilər. Sözün kökü turşdur. Turş sözündən turşu sözü yaranır və t şəkilçisi də turşumaq feilinə qoşula bilir. Yəni burada sözün kökü turşu ismi deyil də turşumaq feilidir və t şəkilçisi burada feilə artırıla bilir. Heç bir problem yoxdur. Maqda qrammatikdir. Turşumaq feili. Yəni feilin üzərinə t artırıla bilir. Demək ki, turş sözün köküdür. U leksik, t leksik, maqda qrammatik şəkilçisidir. İki leksik şəkilçisi var. Amma D variantında yalnız ut şəkilçisi var. Bunun da səbəbini biraz əvvəl qeyd elədim. Doğru cavab D variantıdır. Yalnız bir leksik şəkilçisi var. Yavaş sözün köküdür. Yavaşımaq, yavaşıtmaq. Düzdürmü? İki leksik şəkilçisi var. Doğru cavab oldu D variantı. Bilirsiniz ki, feillərdə maq şəkilçisini artırmaqla biz şəkilçinin leksik yoxsa qrammatik olduğunu bilə bilirik. Gəlin bu sözü ayrıca yazaq və bunun üzərində bu dediyim qaydaya baxaq. Yavaş sözündən yavaşımaq deyə bilirəmmi? Bəli, deyə bilirəm. Yavaşıtmaq deyə bilirəmmi? Bəli, deyə bilirəm. Deyə bilirəmsə, təbii ki, leksikdir. Baxın, yavaşımaq artırdım, yavaşıtmaq artırdım. Maqın elə özü artırılıb qalıb t-nin üzərinə. Demək ki, bu şəkilçilər leksikdir. Yavaşıtmaq deyə bilməzsən də, yəni maq nədir orada? Demək ki, artıq bu şəkilçi qrammatik şəkilçidir. Keçək 2 nömrəli test tapşırığına. Hansı cümlədə zərf işlənməmişdir? Gəlin baxaq. E variantına baxırıq. Vahid ehtiyatla yuxarı qalxırdı. Ehtiyatla sözü var burada. Düzdürmü? Sonra qoşun məharətlə döyüşürdü. Məharətlə sözü var. Lə şəkilçisi vasitəsilə zərf yaranıb. Həmçinin la şəkilçisi ilə. Yavaş sözü danışmaq feilinə aid olduğuna görə zərfdir. Burada da gecə zərfi var, zaman zərfi var. Demək ki, bu variantlar bizim doğru cavablar deyil. Mənimlə əvəzliyin üzərində qoşma var. Belə yenə əvəzlikdir. Danışmağa məstərdir. İxtiyarın isimdir. Yoxdur da predikativ sözdür. Yəni bu nümunədə zərf yoxdur. Doğru cavab A variantıdır. Nümunələrin biri sadə söz birləşməsidir. Sadə söz birləşməsi budur ki, iki müstəqil mənalı sözün birləşməsindən yaransın. Yəni söz birləşməsidirsə, sadə dediyinə görə siz orada iki müstəqil mənalı, yəni ikisi də müstəqil məna ifadə edən söz olmalıdır ki, biz onu sadə söz birləşməsi götürək. Yox, əgər 3 və daha artıq sözün birləşməsi varsa, o olur mürəkkəb söz birləşməsi. Gəlin baxaq. Bakı Dövlət Universiteti 3 müstəqil mənalı sözün birləşməsindən yaranıb, demək ki, mürəkkəbdir. Yəni mürəkkəb söz birləşməsidir. Daha sonra düşmənlərə qarşı. Qarşı müstəqil söz deyil.
Yəni bu variantı götürənlər yanlışlıq eləyiblər. Nəyə görə? Çünki qarşı sözü burada qoşmadır. Qoşma. Köməkçi nitq hissələri söz birləşməsi yaratmır və eyni zamanda söz birləşməsinin quruluşuna təsir göstərmir. Yəni burada söz birləşməsi yoxdur. Ananın qəhrəman oğlu, ananın qəhrəman və oğlu sözləri var və bu söz birləşməsi mürəkkəb söz birləşməsidir. Bizə isə sadə söz birləşməsi lazımdır. 3 sözün birləşməsindən yarandığına görə mürəkkəb söz birləşməsidir. Qərbi Avropanın şərqşünasları, Qərbi Avropanın şərqşünasları mürəkkəb söz birləşməsidir. 3 müstəqil mənalı sözün birləşməsindən yaranıbdır. Sizi burada təbii ki, C variantı çaşdıra bilərdi. Bunu da izah etdik ki, köməkçi nitq hissələri söz birləşməsi yaratmır və eyni zamanda söz birləşməsinin quruluşuna da təsir göstərmir. Yəni, əgər 3 söz verilibsə, onların arasında köməkçi nitq hissəsi varsa, demək ki, o 3 müstəqil mənalı söz deyil. Köməkçi nitq hissəsi varsa, həmin söz birləşməsi artıq olur sadə söz birləşməsi. Koroğlu operası, burada 2 müstəqil mənalı sözün birləşməsi var. Demək ki, sadə söz birləşməsidir. Doğru cavab A variantı olur. Keçək 4 nömrəli test tapşırığına. Hansı cərgədəki sözlərdə yalnız kar samitlər işlənmişdir? Gəlin baxaq. Burada xahiş sözündə problem yoxdur. Sayğac sözünə gəlin baxaq. Düzgün tələffüzə baxırıq. Sayğac formasında. Sonuncu samit C kimi tələffüz olunur. Kar samitləri, cingiltili samitləri müəyyən edən zaman sözün yazılışına yox, sözün düzgün tələffüzünə fikir vermək lazımdır. Yəni biz burada ilk baxışdan C-ni yəni C formasında görmürük. Amma tələffüzdə baxanda görürük ki, burada C var. Yalnız kar samit dediyinə görə burada cingiltili samit görürəm mən. Y samiti, G samiti. Demək ki, bu sözə görə həmçinin həsir sözündə R samiti var. Demək ki, A variantında yəni yalnız kar samitlər yox, həm də cingiltili samitlər var. Ondan sonra baxırıq. Burada taxtda olacaq, D əvəzlənməsi olacaq. Tələffüzdə D-dır, D da cingiltili samitdir. Həftə, burada da D cingiltili samitdir. Ona görə B variantı olmayacaq. Məqsəd T, sonunda da T-dır. Düzdürmü? Və burada yalnız kar samit yoxdur. M cingiltili samitdir məsələn. Ona görə bu variantı da götürmürük. Külək, X üstü iştirik samiti, L samiti var. Yəni cingiltili samit var. Yalnız kar samit yoxdur. Və yaxud da N cingiltili samiti var. D cingiltili samiti var. Demək ki, E variantında çıxıram. Həsəd, D, T əvəzlənməsi, H-kar, S-kar, T-kar. Üfüq, K üstü iştirik, F-kar, K-kar. Saçaq, sözün sonunda Q-X əvəzlənməsi, S-kar, C-kar, X da kar samitdir. Doğru cavab C variantı olacaq. Keçək 5 nömrəli test tapşırığına. Aslı tərəfi, yəni birinci tərəf. Birinci tərəfi sifətlə ifadə olunmuş ismi birləşməni müəyyən edin. Sifətlə ifadə olunsun deyir. Miş burada feili sifətin şəkilçisidir. Demək ki, burada sifətlə yox, feili sifətlə ifadə olunub. Yəni, aslı tərəf birinci tərəfləri nəzərdə tutur. Dəyişən, baxın, feili sifətin şəkilçisidir. Sonra malı feili sifətin şəkilçisidir. Ağlamaq sözündən ağlağan sözü Y bitişdirici samit, yenə də feili sifətin şəkilçisi var. Ağlayan körpə, ağlamayan körpə. İnkarda işləndi. İnkarda hansı nitq hissəsi işlənər? Təbii ki, feil. Feil işlənirsə demək ki, bu söz feili sifətdir, sifət yox. Küsəyən sözü, küsmək sözündən ağan, əyən şəkilçisi vasitəsilə sifət yaranır. Deyə bilərikmi, küsməyən insan? Küsmə əyən insan olmalıdır. Çünki o şəkilçini necə biz ixtisara salaq ki, küsmə əyən insan olmur. Demək ki, burada sifət yaradırdı. Aslı tərəfi sifətlə ifadə olmuş ismi birləşmədir. Doğru cavab C variantıdır. Belə dəyərli müəllimlər, yəqin ki, bu video sizlərə faydalı oldu. Video sizlərə faydalı oldusa, videonu bəyənməyi, rəy yazmağı və eyni zamanda paylaşmağı unutmayın. Əgər hələ də kanalımıza abunə deyilsinizsə, kanala abunə də ola bilərsiniz. Nə qədər çox abunə sayı artarsa, biz də bir o qədər çox sizə dəstək olacağıq. Sağ olun, gələn videolarda görüşənə qədər. Hələlik.